Azərbaycan Bolşevik işğalına məruz qaldı. Ölkə müstəqilliyini itirdi. Azərbaycan Cümhuriyyəti niyə süqut etdi? Məhəmməd Əmin Rəsulzadə bu sualın cavabını sonralar məqalələrində verəcəkdi. Çar hökuməti sədaqəti daim şübhə altında olan müsəlmanlara silah vermək istəmirdi. Ordunu ordu edən zabit idi. Bizim bu məsələdə böyük çatışmazlığımız var idi. Çarizm dövlət qulluğuna müsəlman məmurlar götürmürdü. Ona görə də kifayət qədər məmur mütəxəssislərimiz yox idi. Ermənilərin, gürcülərin illərdən bəri məktəbləri fəaliyyət göstərirdi. Müsəlmanlara isə belə imtiyaz verilməmişdi. Onu da unutmaq olmaz ki, Azərbaycan Cümhuriyyətinin fəlakəti daxili üsyanlardan ziyadə xaricdən gələn təcavüzkar bir qüvvənin təsiri ilə baş vermişdi. Milli Azerbaycan hükümeti az zamanda memlekette çok böyle işler gördü. 100 yıldan beri askerlikten men edilen Azerbaycan'da bir ordu yarattı. Çarlık zamanında devlet idaresine yakın bırakılmayan Azerbaycanlılardan zabıta ve emniyet kuvvetleri vücuda getirdi. Sosyal sahada esaslı islahata girişti. Kentlilere toprak verme için kanunlar hazırladı. Köylülerin haklarını korumak için tedbirler aldı. Halkı öz ana dilinde okutmaya başladı. Türkçeni devletin resmi dili ilan etti. Orta ve âli mektepler açtı. Gərbi Avrupa demokrasiyaları tipinde halk nümayendelerle cevapdeh bir hükümet usulü idaresi yarattı. Hakimiyet millet meclisinin elindeydi. Parlamentten itimat almadıkça hiçbir hükümet iş başında kalabilmezdi. Memlekette tam bir azatlık vardı.